təqdim edin. Mən Usubova Safilə. Uşaqlığındakı ən sevdiyin xatirə nədir? Uşaqlığımda ən sevdiyim xatirə ailəmlə birlikdə kəndimizdə keçirdiyimiz yaz günləridir. Uşaqlıqda hansı oyunlar oynamağı sevirdin? Uşaqlıqda ən çox gəzməyi və çöldə oynamağı sevirdim. Uşaqlıqda ən çox hansı insanlarla vaxt keçirməyi sevirdin? Uşaqlıqda ən çox vaxt keçirdiyim insan mənim nənəm idi. O mənə çox şey öyrədib, həyatın həqiqi dəyərlərini mənə izah edib. Həmçinin ailəmizlə keçirdiyimiz hər an dəyərlidir. Uşaqlıqda ən çox nəyə arzulardın? Uşaqlıqda ən böyük arzum yaxşı bir insan olmaq və böyük bir ailə qurmaq idi. Mənim üçün ailə çox önəmli idi və həqiqətən də o arzularım indi gerçəkləşib. Uşaqlıqda hansı dərsləri öyrənərdin ki, onlar bu günə qədər sənin üçün vacibdir? Uşaqlıqda ən çox ədalət və hörmət kimi dəyərləri öyrənərdim. Hansı adət əməllərinə əməl edərdin? Bizim ailədə hər yaz bayramında böyük bir yığılma olurdu. Hər kəs bir yerə toplaşar, hamı birlikdə yemək yeyərdik. Həmin anlar çox qiymətli idi. Bəzən hələ də onları xatırlayıram. Uşaqlıqda ən çox hansı yerlərdə vaxt keçirməkdən xoşlanardın? Uşaqlıqda ən çox həyətimizdə vaxt keçirərdim. Böyük ağaclarımız vardı. Mən o ağacın altında kitab oxuyar, ya da sadəcə təbiətin səsini dinləyərdim. Həmin yerlər mənim üçün həmişə sükunət və rahatlıq gətirən yerlər olmuşdur. Çox sağ olun, təşəkkür edirəm. Buyurun.